25 manata marketdən aldığım bir-birindən fərqli məhsullara baxaq. Veganlar üçün hazırlanmış salmon balıq növü olsa da suni şəkildə hazırlanmış salmondur. Balıqda nəsə əlamət yoxdur. Görünüşü salmona çox bənzəyirdi. Jelatin kimi idi. Dadı bərbad. 4 manat 90 qəpiyə suya atdım. Növbəti pesto soslu pendir. Beləsini ilk dəfə görürdüm. 128 qramına 6 manat 27 qəpiyə ödədim. Pesto sosunu sevirsinizsə, əminəm ki, bu pendirdə çox bəyənəcəksiniz. Mən şəxsən çox bəyəndim. Demək olar ki, hamısını özüm bitirdim. Yenə pesto sosundan gedirik. Belə bir pesto soslu krem çiz aldım. Bonfesto firması da məxsus idi. Qiyməti təxminən 4-5 manat civarında idi. Düşünürəm ki, pesto soslu makaron da hazırlamaq olar, bəyəndim. 2 ildir, illərdir görmədiyimiz qədər püstəli məhsullar görürük. Püstəli və malinalı sirok aldım. Ümumiyyətlə püstə ilə malinanı mən çox yaraşdırıram. Qiyməti dəqiq yadımda deyil. 2-3 manat arası olmalıydı. Dadını isə püstə sevən biri olaraq mən çox bəyəndim. Şokolatı da keyfiyyətli idi. Amma püstənin dadı elə də çox gəlmirdi. Türk paxlavalı şokolad 1 manat 35 qəpiyə idi. Dadını bəyəndim. Yoxlaya bilərsiniz.